Salam uşaqlar, kanalıma xoş gəlmişsiniz. Bugün sizlərlə kəsirlər və simmetriya mövzusunu keçəcəm. Ən birinci kəsirlər, başlığımız burada və sizə izah edirəm. Baxın, kəsirlər uşaqlar hər hansı bir əşyanın, hər hansı bir bilmirəm, əşyanın, yəni belə yeyilən, rəhlənməmiş hissəsi, nə bilim, kəsilmiş hissə, belə bir şey ola bilər. Məsələn, bizə verilər belə bir dairə bölünər 8 hissəyə. Bölünər 8 hissəyə, sonra belə. İstəyər bizdən rəhlənmiş hissələri rəhləyək. Rəhləndi bu hissə. Deməli, 2 hissə rəhlənib. Amma bizdən rəhlənən hissəni istəyirdi. Deməli, biz də bu hissələrdə kəsirlə ifadə etdirsə, biz də bu hissəni kəsirlə necə ifadə edərik? Baxın, burada neçə deyir? Yəni 8-də 2 hissədir. Yazmalıyıq. 8, yuxarıda da 2, aşağıda 8, yuxarıda 2. Baxın, bu olur kəsirin sürəti. Bu da olur kəsirin məxrəci. Deməli, məxrəci. Bu sürət, bu da məxrəc adlanır. Bir də bizdən istəyə bilər rənglənməmiş hissəni. Əgər rənglənməmiş hissəni istəyərsə, biz burada yazarıq ki, 8-də 2-si rənglənib, 6-sı da qalıb. Ona görə yazacaq ki, 8-də 6. Bu olar 8-də 6. Bu rənglənməmiş hissə, bu da rənglənmiş hissə. Bir də var, kəsirin ədəd oxunda təsvir olunması. Yəni, baxın, burada 8-də 2-dir, 8-də 3-dür, 8-də 4-dür. Baxın, belə ədəd oxunda təsvir edərik. Uşaqlar, həm də ədəd oxunda həmişə elə bir kəsri təsvir etmək istədiyiniz ədəd oxunda həmişə sıfırdan başlamalıdır. Bir də son rəqəm məxrəc qədər olmalıdır. Məxrəc hansıdır? 8. Deməli, son ədəd hansı olmalıdır? 8. Yəni, sonuncu ədədimiz məxrəc qədər. Anladınız? Deməli. Bir gün adam susuz qalsa, saat 1-dən susuz qalsa. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. 7. Bu da 8 oldu. Deməli, biz burada necə təsvir edirik? İstər bu işarəni qoyaq. Baxın, bura bu işarəni istər. İstər də belə bir işarə qoya bilərik. İndi bizim kəsrimiz olsun buradakı 8-də 2 kəsri. 8-də 2-yi necə təsvir edərik? 8-də ikincisi burada 0-dan götürərik 2-yə qədər. Və yaxud da bayaq dediyim kimi bu işarəni qoya bilərik. Və yaxud da hər ikisini qoya bilərik. Deməli, belə təsvir edirik. Kəsirdə ədəd oxundan necə təsvir olunur? İndi keçək simmetriyaya. Simmetriya nədir? Baxın.
çəkdim, qurtardım buranı. Uşaqlar, deməli, bir də simmetriyanı keçək sizinlə. Başlığımızı yazıram. Aha. Simmetriya nədir? Uşaqlar, bir əşyanın iki eyni olmalı hissəsi. Baxın, məsələn, bu kəpənək kimi. Daha doğrusu çiçək kimi bir şey çəkəcəm. Mənimki tam simmetrik olmaya bilər. Yəni, 4 yarpaqlı çiçək kimi. Düşünün bunu. Dəqiqə düzəldim. Aha, mənimki tam simmetrik olmasa da belə çəkə bildim. Neysə. Deməli, uşaqlar, keçək belə. Deməli, baxın, bu gülün hər iki hissəsindən beləsini bərabərdir. Beləsi də bərabərdir. Belə də üst-üstə qatlasaq eyni düşəcək. Yəni, eyni şey olacaq. Belə də üst-üstə qatlasaq yenə eyni şey üst-üstə düşəcək. Amma baxın, mən bura bir kəpənək çəkəcəm. Aha. Bəli. Biz də bunun naxışlarını çəkin. Video için kuşumun ayağını mı kanatmışım bakalım. Bir video çek. İşte kuşunuzun tırnağı kanarsa nasıl durdurabilirsiniz diye. O videoyu Aha. Çəkdim, uşaqlar bunu. Deməli, bunun naxışları da eyni olmalıdır. Eyni yerdən, eyni sayda hər iki tərəfdə də. Yəni, hər iki tərəfdə eyni sayda və eyni naxış olmalıdır. Yəni, orada əgər eyni sayda olmasa, bir tərəfdə 5 olsa, bir tərəfdə 6, əgər onda simmetriya pozulmuş olur. Amma, yəni, iki tərəfdə də 2 dənə naxış və eyni naxışdırsa, bəli, bu artıq simmetriyaya gedir və hər iki tərəfdə eynidirsə. Bu artıq simmetriya olur. Burada simmetriya olur artıq. Uşaqlar, bir də simmetriyada bir neçə simmetriya oxu ola bilər. Uşaqlar, deməli, baxaq bura. Aha. Deməli, uşaqlar, burada belə ola bilər. Məsələn, bir neçə simmetriya oxu. Məsələn, burada 2 oldu. Amma bir simmetriya oxu da ola bilər. Məsələn, baxın. Burada olsun məsələn olsun hansı hərf? Olsun U hərfi, bir də V hərfi. Dəqiq. Aha. Bir U hərfi. Uşaqlar, U hərfində belə simmetriya, bir dəqiqə, əyri oldu. Aha, belə simmetriya olur, amma belə olmur da qatlayanda eyni yer üst-üstə düşmədi. Gərək bu O hərfi olaydı, məsələn. O hərfi olsaydı, bəli, yəni üst-üstə belə düşərdi. Amma Ö hərfinə baxarsaq, bir dəqiqə, Ö hərfinə baxsaq, uşaqlar, Ö hərfində, yəni, O kimi düşünsək belə gedir. Amma bu tərəfdə də 2 nöqtə yoxdur. Ona görə bu yəni bir simmetriya oxu bunun olur. Məsələn, baxın, bir simmetriya oxu var. O da belə. Yəni, belə qatdalasaq üstə düşər. Amma yəni, belə qatdalasaq nöqtə yoxdur burada. Nöqtə olsaydı, bəli, buradan da belə simmetriya gedərdi. Amma xeyr, bu yoxdur burada. Aha, biz də V hərfinə qayıdacaqdıq biz. Aha. Yəni, U hərfi olmadı. Ö hərfi olmadı. Yəni, V hərfində də eyni şeydir. Uşaqlar, baxın, bu tərəfdən olur, bu tərəfdən olmur. Yəni. Aha. Uşaqlar, videom bu qədər idi. Sağ olun.